Demək, iki cütlükdür, oğlan qız. Bunlar bir-birini sevirlər. Müəlliməm də, mən bilirəm, hiss eləyirəm. Həmişə də bir yerdə otururlar. Mən də sevinirəm. Çünki çox vaxt ailə qururlar, mən də dəvət edirlər toylarına. Hər ikisi əxlaq baxımından yüksəkdirlər. Çox əxlaqlı cütlüklərdir, hər iki cütlük. Amma, diqqət edin, arxada oturan xanımlar, xahiş edirəm mənə baxında nə olar, xahiş edirəm. Ay, sağ ol, əla, yaxşıdır. Amma cütlüklərdən biri dərsi o birisindən daha yüksəkdir. Nə hansısa liseydən gəliblər. Misalı, müəllimə çəkirəm, amma müəllim də deyirəm, diqqətli olmalıdır tələbələrə qarşı. Təkcə tələbələr yox, müəllim qarşılıqlı. Günlərin birində gəldim, gördüm ki, o dərslərini yaxşı oxuyan cütlük bir-birindən küsüblər. Mən bunu hiss elədim. Belə oturublar yanbayan. Belə baxırlar bir-birinə. Oğlanın da rəngi qapqara olub, qaralıb əsəbindən. Başınıza gələyib elə. Neysə, mən də dərsimə başladım da, amma mən görürəm ki, halları yaxşı deyil. Çünki diqqətlə baxıram da, burada da Lalə xanım gördüm ki, halı yaxşı deyildi. Dərs bir 10-15 dəqiqə dərsə ayaqüstə danışıram həmişə. Başlamışam danışmağa, birdən gördüm oğlan, həmən rəngi qaralan oğlan, o cüslüklərdən oğlan durdu ayağa, icazəsiz, zatsız gəlir mənə tərəf. İndi adətən ayağa qalxanda müəllimdən icazə alırlar da. Gəlir mənə tərəf, gəldi, yaxınlaşdı. Dedim, müəllimə icazə ver, gedim də, otura bilmirəm. Dedim, get. Heç nə soruşmadım. İndi təsəvvür edin, mən diqqətsiz müəllim olsaydım. Xeyr, icazə vermirəm. Görürsən, uşaq ölür də, ayaq üstə dayanamır. Qapqaradır, dodağı, sifəti. Nə özündən Amerika kəşf edirsən ki? İcazə ver, getsin də. Getdi, 5 dəqiqə keçdi, qapı döyüldü. Açdım, dedim, müəllim, xanımın adını demirəm də. Sonra görərlər, istəmirəm, narahat olsunlar. Dedi, xanıma da icazə ver, gəlsin. Dedim, yox, ona icazə vermirəm. Qorxdum, yeni dalaşıb eləyərlər. Dedim, yox, ona icazə vermirəm. Dedim, gözləyin. Oğlana dedim ki, sən gözlə, get əl-üzvə su vur, gəziş, sənin qayıb yazmıram. Gözlə, dərsdən sonra mənim sizinlə söhbətim var. Dedim, yaxşı. Nəysə, dərs qutardı, bunların ikisini də götürdüm, düşdük kantinə, aşağı. Getdim, özüm podnusu götürdüm. Kofe aldım bunlara. Bunlar da oturublar belə. Nəysə, 2 saat dərsdə danışmışam ayaq üstə. Sonra bunlara kofe aldım, gətirdim podnusda, qoydum. Başladım danışmağa. Heç bir suazat vermədim ki, siz sevgilisiniz, sənə dəxli var. Sevgilidir, sevgili deyil. İstintaq zat deyil ki, müfəttiş zat deyiləm ki. Siz sevgilisiniz, yox, qətiyyən. Dedim ki, mən ehtimal verirəm ki, siz bir-birinizi sevirsiniz, bu məni çox sevindirir, falan. Və deyəsən, bugün küsmüsünüz bir-birinizdən. Heç nə danışmırlar. Otururlar belə. Və bir yarım saat söhbət elədim bunlara. Dedim ki, insan bir-birindən küsə bilər, nə bilim, nə, belə bu mövzuda. Sonra biraz əhvalları düzəldi. Biraz da kofe içdi, əhvalları düzəldi. Sonra çıxdılar getdilər, sonra bilməm nə oldu. Əzizim, Dale Carnegie deyir ki, şirkətlərə də biz bunu dərs keçirik. Böyük şirkətlərə. Əgər, diqqət edin dostlar, şirkət rəhbəri əsəbidirsə, yuxarıdan aşağıya yayılır. İşçilər də əsəbi olacaq. Gərgindirsə, işçilər. Müəllim gərgindirsə, sinif də gərgin olacaq. Vay dədə, beləymiş taleyin əmri buyruğu. Döşünün altında sevən bir ürək, dilinin altında zəhər tuluğu.